qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyir. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda axır mübarizəsi. Zaman zaman mənim doğma ana yurdum başı uca yaşayıbdır, boyansa da qana yurdum. Bura qanlar diyarıdır, qəhrəmanlar diyarıdır. Yaradanlar diyarıdır, müqəddəsdir mənim yurdum. Gündə yüzlər qəzav qədər başımıza gəlsə gəl, yer göy olsa bütün xətər, əyilməz hər xana yurdum. Yer göy olsa bütün xətər, əyilməz hər xana yurdum. Bizə torpaq müqəddəsdir, səsimiz güclü bir səsdir, yayılıb hər yana yurdum. Bu dağların gözü bizdə, həmasələr sözü bizdə, qəhrəmanlıq izi bizdə, 3000 insan sana yurdum. Gündə yüzlər qəzav qədər başımıza gəlsə gəl, yer göy olsa bütün xətər, əyilməz hər xana yurdum. Gündə yüzlər qəzav qədər başımıza gəlsə gəl, yer göy olsa bütün xətər,